İnsanların çox belə problemli bir nöqtəsi var, səbirsizlik. 2 dənə çıxış yolu var. Ya tez arıqlayacağıq, bu saat tez olun, bir həftəyə 10 kilo falan, ya bu yolu seçəcəyik. Elə verdiyimizdə tez bir zamanda alacağıq, ya da xəstələnəcəyik. İndi ikinci yol daha uzundur, daha çox səbir tələb eləyir, amma davamlı və daimidir. İndi bu yola girirsinizsə də yeyərəkdən arıqlayacaqsınızsa da uzun olacaq yolunuz. Və məsəl üçün aylıq hardasa 3-4 kiloqram çəki itkisi sizin üçün ideal bir çəki itkisi olacaq burada. Amma yağdan yandıracaqsınız. Amma belə deyək ki, səbirli olacaqsınız, sağlam olacaqsınız. Yeyəcəksiniz deyə orqanizmə lazım ola biləcək şansınız olacaq da gün ərzində 2 dəfə, 3 dəfə qidalananda həm vizual ehtiyacınızı qarşılamaq şansınız olacaq, həm vitamin ehtiyacınızı qarşılamaq şansınız olacaq. Yəni yemək şansınız olacaqdır. Amma səbirli olmalısınız. Amma bu səbir yoxdur da. Səbir yoxdur. 10 ilə yığır 50 kiloqram. 3 günə niyə getmir bu? Bax, bizim düşüncə tərzimiz budur. Bax, bizi arıqlamağa o qoymur. Mən arıqlaya bilmirəm. Mən nə edirəmsə də arıqlaya bilmirəm cümlələrini. Mən gündə bəlkə 10-15 nəfərdən eşidirəm. Yaxşı, arıqlaya bilmirəm. Nə qədər cəhd etdin? TikTokda qabağıma çıxdı, dedi ki, detoksdur, bəs mən bunu içən kimi bir həftəyə qarnım dümdüz olacaqdı. Ölədim, olmadı. Arıqlaya bilmirəm mən. Başa düşürsünüz? Zehniyyət budur. Bu zehniyyət sizi heç vaxt arıqlamağa qoymayacaq.